Salam əziz şagirdlər, bugün sizə Dövlət İmtahan Mərkəzi tərəfindən 3-cü qruplar üçün məhz tarix fənni üzrə nəşr olunmuş 20 sınavdan ibarət testin 4-cü sınavını izah edəcəm. Bu sınavda Azərbaycanın 19 və 20-ci əsrin əvvəlləri bölməsi əks olunub. Baxaq birinci suala. Şimali Azərbaycan kəndlərində təbəqələşmə gücləndi. Sahibkar kəndləri müvəqqəti mükəlləfiyyət daşımaqda davam etdi. Sahibkar kəndləri ilə bağlı bilirsiniz 1847, 1870 və 1912-13-cü illərdə islahatlar keçirilib. Sahibkar kəndləri müvəqqəti mükəlləfiyyət daşımağa başladılar və Azərbaycan kəndlərində təbəqələşmə gücləndi. Bu 1870-ci il islahatına aiddir. Bildiyiniz kimi, məhz 70-ci il islahatı ilə Azərbaycanda sahibkar kəndləri müvəqqəti mükəlləfiyyət daşımağa başladılar. Daha sonra ikinci sualda cədvəldə hansı hadisələrin yerini dəyişsək düzgün xronoloji ardıcıllıq alınar. Şimali Azərbaycanda teatr yarandı. Bilirsiniz 1873-də. Suraxanda Ağ neft zavodu inşa olundu Ruslar tərəfindən 1859-da. İltizam sistemi ləğv olundu neft sənayesində 1872-də. İrəvan quberniyası yarandı 1849-da. Bakıda neft kəməri çəkildi ilk dəfə 1878-də. Demək biz burada 49 ilə 73-cün yerini dəyişsək düzgün ardıcıllıq olacaq. 1 ilə 4-ün yerini. 1840-cı il İnzibati Məhkəmə İslahatı, 1846-cı il reskripti. İrəvan və Naxçıvan quberniyaları yaradıldı. Naxçıvanda ümumiyyətlə quberniya olmayıb, İrəvanda isə quberniya 1849-cu ildə yaranıb. 46-cı ildə kəndlərin sahibkar Azərbaycanda bilirsiniz, ali müsəlman təbəqəsi ilə bağlı reskriptə verilib. Həmin ildə bir də Cənubi Qafqazın inzibati bölgüsü dəyişdirilib və Gürcü Melitiya quberniyası və Xəzər vilayəti ləğv olunub. Yerinə məhz 4 quberniya yarandı. Tiflis, Kutayiz, Şamaxı və Dərbənd. 46-cı reskripti ilə hər hansı bir quberniyanın yaranması nəzərdə tutulmurdu. 46-cı reskripti sadəcə bəy və ağalarla bağlı verilmişdi. Ona görə A ümumiyyətlə səhvdir. Bəy və ağalar idarə işlərindən kənarlaşdırıldı. Bu 1840-a aiddir. Onlar 30-cu illərdəki üsyanlarda fəallıq göstərdiyinə görə məhz idarə işlərindən kənarlaşdırıldılar. Tiyul və mülk feodal torpaq mülkiyyətinin eyni kateqoriyasına daxil oldu. Bu 46-cı il reskriptinə aiddir. Mərkəzi Şamaxı olan Xəzər vilayəti yaradıldı 40-cı ildə. Sahibkar kəndlərinə mülkədar tabirisi adı verildi 46-cı il reskripti ilə. Demək 1-ə B-D, 2-yə C-Y olacaq. Doğru cavabımız B bəndidir. 1847-ci il kəndli əsasnamələrindən fərqli olaraq 1870-ci il kəndli islahatlarına aiddir. Mükəlləfiyyət və torpaq məsələlərinə toxunulmuşdur. Bu ikisinə də aiddir. Biyar pul ödənişi ilə əvəz olundu. Bəli, bu 70-ə aiddir. Kəndlilər feodal asılılığından azad olunurlar. Bu da 70-ci ilə aiddir. Burja xarakteri daşıydı. Bu da 70-ci ilə aiddir və doğru cavabımız çıxır. 2, 3, 4, Y bəndi. Doğru bəndi müəyyən edin. Cənubi Azərbaycanda məşrutə hərəkatı yatırılmışdı 1-ci Dünya müharibəsi illərində. Məşrutə hərəkatı bilirsiniz ki, 1905-ci ildən 11-ə kimi davam edib. 1-ci Dünya müharibəsi isə 1914-18-ci illəri əhatə edir. Demək, bu səhvdir. Bu səhvdir. Nəşri Maarif və Nicat cəmiyyətlərini yaratmışlar Muxtarov və Nağıyev. Bəli, bu doğrudur. Şimali Azərbaycanda ilk milli partiya Gəncədə yaranmışdı. Bəli, Ələkbər bəy Rəfibəyov tərəfindən Qeyrət partiyası, bu düzdür. Difai partiyasının mətbu orqanı olmuşdur Təkamül və Yoldaş. Xeyr, bu səhvdir. Difai partiyasının bilirsiniz ki, mətbu orqanı İrşad qəzeti idi. Viborq bəyannaməsini imzalamışdır Rəsulzadə Mövsümov. Xeyr, Viborq bəyannaməsini bilirsiniz ki, İsmail xan Ziyadxanlı ilə məhz Əli Mərdaməd Topçubaşov imzalayıb. Demək, 2-3 düzdür, 1-4-5 səhvdir. Doğru cavabımız D bəndi olacaq. 5-ci sualda. Sarıqamış əməliyyatından fərqli olaraq Çanaqqala döyüşünə aiddir. Osmanlı qoşunlarının qələbəsi ilə sona çatmışdır. Bəli, doğru cavabımız A bəndi olacaq. Bilirsiniz, Sarıqamışda Osmanlı Ruslara məğlub olsa da Çanaqqala döyüşündə İngilis, fransızları məğlub etmişdi.
və hətta İngiltərə müstəmləkələri də, Avstraliyada, Yeni Zelandiyada bu döyüşdə iştirak edirdi. Demək, A bəndi doğru olacaq. 7-ci sual. Şimali Azərbaycanın 19-cu əsrin 80-ci illəri tarix üçün xarakterik deyil. Çağırış yaşına çatmış gənclər üzərinə hərbi vergi qoyuldu. Bəli, 1887. Bu düzdür, 80-ci illər. Neft yataqları hərrac yolu ilə satılmağa başlandı. 1872-də İltisam sisteminin ləğvindən sonra ilə doğru cavabımız B bəndi olacaq. 70-ci illərə aiddir B bəndi. Xronoloji ardıcılığı müəyyən edin. Təbrizdə Alman kapitalına məxsus xalça şirkəti açıldı 1912-də. Bakı-Tiflis dəmir yolu inşa olundu 1883-də. Mazut konstitusiyası 1904-ə aiddir. Tənbəki üsyanı 1891-92-ci illər. Demək, birinci olacaq 2, sonra olacaq 4, sonra 3, sonra 1. 2, 4, 3, 1. Y bəndi. Cənubi Azərbaycanda baş vermiş 1905-11-ci illər Məşrutə hərəkatı dövründə xalqın tələblərinə aiddir. Bilirsiniz ki, Məşrutə hərəkatı dövründə xalqın 3 tələbi var idi. Bu, konstitusiya qəbul olunsun, parlament çağırılsın və xarici məmurlar ölkədən qovulsun idi. 3, 4, 5. Doğru cavabımız ilə D bəndi olacaq. Qafqaz cəbhəsində Rus qoşunları tamamilə çəkilirdi. Cənubi Qafqaz Komissarlığı ilə Osmanlı dövləti arasında imzalanmışdı. Cənubi Qafqaz Komissarlığı ilə Osmanlı arasında imzalanan, bilirsiniz ki, barışıq Ərzincan barışığı hesab olunur 1917-ci ilin 5 dekabr tarixində və bu barışıqla da Rus qoşunları Qafqaz cəbhəsindən çəkilirdi. Daha sonra 11-ci sual. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. 1812-ci il Buxarest müqaviləsi ilə ermənilər Azərbaycana köçürülməli idi. Xeyr, Buxarest yox, Osmanlı ilə imzalanmış Ədirnə müqaviləsi ilə ermənilər Osmanlı ərazisindən daha doğrusu Azərbaycana köçürülürdü. 1830-cu il Car-Balakən üsyanı baş verdi. Ərazinin daxili müstəqilliyi ləğv olundu. Bəli, bu doğrudur. B bəndi. Neft sənayesində iltisam sisteminin ləğv olunmasının nəticələrinə aid deyil. İltisam sistemi bilirsiniz ki, 1872-də ləğv olunub. Bu da neft sənayesinin inkişafına şərait yaratdı. Bu düzdür. Balaxanı neft mədənlərində kəndlərin məcburi əməyi ləğv olundu. Xeyr, məcburi əmək bilirsiniz ki, 1864-də ləğv olundu və bu iltisam sisteminin ləğvindən əvvəl olub. Bu heç vaxt iltisam sisteminin ləğvinin nəticəsi ola bilməz. Demək, doğru cavab B bəndidir. Daha əvvəl baş vermişdir. Almanların Azərbaycana, Cənubi Qafqaza köçürülməsi bilirsiniz 1817-18-ci illər. Avropa tipli məktəb Şuşada açıldı 1830-da. Şəki xanlığı ləğv olundu 1819-da. Sonra əhalinin rifahını yardım məqsədilə əmanətlər mərkəzi Tiflisdə 1828-də açılıb. Xəzər vilayətinin bəyləri torpaqları müsadirə olundu 1841-də. Daha əvvəl olub 1817-də Almanların köçürülməsi. 14-cü sual. Xəritə sualıdır. 1. Türkiyə ərazisidir. Türkiyə Osmanlı ərazisidir. 2. Rusiya ərazisidir. 3 də Fransadır. Antanta hərbi ittifaqının üzvü olmuşdur. Türkiyə Osmanlı olmayıb. Bilirsiniz, Antanta üzvü deyildi. Dördlər ittifaqının üzvü idi. Bir səhvdir ümumiyyətlə. Sarıqamış döyüşündə iştirak edib 1. Osmanlı, 2. Rusiya, 2 düzdür. Birinci Dünya müharibəsi zamanı Səməd bəy Mehmandarovu mükafatlandırmışdır. 2. Rusiya, 3. Fransa, bəli, düzdür. 2-3 demək doğru cavabımız çıxacaq. Cənubi Azərbaycanda baş vermiş Babillər hərəkatından fərqli olaraq Məşrutə hərəkatına aiddir. Hərəkatın gedişində hərbi şura yaradılmışdı, bəli. 1908-ci ildə bilir Səttarxan üsyanında hərbi şura yaradılmışdı. 1. Düzdür. Bu Məşrutə hərəkatının Babillər üsyanından fərqlidir. Zəncan şəhərində üsyan baş verməsi həm Məşrutə dövründə, həm Babillər dövründə bilirsiniz əsas üsyan mərkəzlərindən biri Zəncan idi. Qacarlar sülaləsinin hakimiyyət dövrü də yenə oxşardır. Parlamentin çağırılması ilə bağlı tələblər irəli sürülmüşdü. Bəli, bu Məşrutə dövrünə aiddir.
Cənubi Azərbaycan şəhərlərinin çoxunda nümayəndəli seçki orqanları, əncümənlər yaradıldı. Bəli, bu da Məşrutə dövründə aiddir. 1, 4, 5 A bəndi doğrudur. 20-ci əsrin əvvəllərində Qafqazın idarə olunmasında Çar hökumətinin etdiyi dəyişiklik. Komendant dərəsturu ləğv olundu 1840-da. Bu 19-cu əsrə aiddir. Bakıda fəhlə deputatları soveti ləğv olunması bu 1906-da olsa da dediyim kimi buna aid deyil. Yəni yanlışdır. Şimali Azərbaycan xanlıqlarının əyalətə çevrilməsi 20-ci əsrdə xanlıq yox idi artıq. Qafqaz canişinliyinin bərpası, bəli, 1883-də ləğv olunmuş canişinlik 1905-də yenidən bərpa olundu. Düzdür. 17-ci suala baxaq. Şimali Azərbaycan 40-cı illər, 50-ci illər, 60-cı illər. Dövlət kəndlilərinin köçmə hüququnun ləğv olunması bilirsiniz ki 1853-ə aiddir, yəni 50-ci illərdir. Babillər hərəkatının baş verməsi. Babillər hərəkatı 1848-də başlasa da başlanması. Burada çox diqqətli olmaq lazımdır. Ümumiyyətlə bu tipli suallarda qəbulda da düşür bəzən belə çaşdırıcı suallar. Şagird çox diqqətli olmalıdır. Sualın şərtini də diqqətlə oxumalıdır. Nə bizdən istəyir, ona da diqqətlə baxmaq lazımdır və variantlara da bax. Bizdən Şimali Azərbaycanı istəyir. Şimali Azərbaycan, amma Babillər harda baş verib? Cənubi Azərbaycanda baş verib. Demək ki, bunu biz heç birinə aid edə bilmərik. Baxmayaraq ki, 40-cı illərdə, 48-də başlayıb, amma Cənubi Azərbaycana aiddir. Yəni siz bunu elə bura yazan kimi beni artıq sizin sualın cavabını bilsəz belə səhv olacaq və nəticədə siz bu sualdan heç bir bal əldə etməyəcəksiniz. Ona görə əziz şagirdlər mütləq diqqətli olun. Demək, birə beyni silirsiniz ümumiyyətlə. Beyni siləndə 3 dənə variantınız gedir. Ali müsəlman silki təsis olundu 40-cı illər. Yeni inzibati ərazi vahidləri yarandı. 40-da Gürcü Millət Xəzər vilayəti yaradıldı. Sonra 50-ci illərdə yenə məsələn 1859-cu ildə Bakı quberniyası yaradıldı. Sonra 1868-də Yelizavetpol Gəncə quberniyası yaradıldı. Yəni 3-ündə də yeni inzibati ərazi vahidləri yaranıb. Demək, bunlar üçün oxşar olacaq. Avropanın ən böyük ipək sarma müəssisəsi fəaliyyətə başladı. Bu bilirsiniz ki 1861-də məhz Şəkidədir. Demək, D oxşar olacaq. 1-ə C, 2-yə A, bəli, 3-ə Y, 4-də də D məhz bu şəkildə olacaq. Aydındır. Amma siz burada 1-ə B-də yazsaydınız, artıq sizin sualınız səhv gedəcəkdi. Neysə. 18-ci sual. Carbalakəndə müvəqqəti idarə yaradıldı 1830-cu ildə. Carbalakəndə daxili müstəqillik ləğv olunduqdan sonra. Şəkidə müvəqqəti idarə yaradıldı. Bilirsiniz 1806-cı il Şəki üsyanından sonra Xoylu Cəvərqulu xan rəhbər təyin olunmuşdu. Təbrizdə müvəqqəti idarə yaradıldı. Ruslar Təbrizi işğal etdi 1827-də. Ondan sonra 2, 3, 1 bizim doğru cavabımız olacaq. Sonra növbəti sualımız 19. Eyni ildə baş vermişdir. Xanabad manufakturasının yaranması Taypinlər hərəkatı. Xanabad manufakturası 1827-dədir. Amma Taypinlər hərəkatı başlayıb 1850-ci ildə, bu səhvdir. Qafqaz canişinliyi yaradıldı, Nankin müqaviləsi. Qafqaz canişinliyi 44-də yaranıb 1844-də. Nankin müqaviləsi isə 42-dədir, bu da səhvdir. Ali müsəlman silki yaradıldı 1843-də. Sipahilər üsyanı yatırıldı 1859-da, bu da yanlışdır. İrəvan quberniyası yaradıldı 1849-da. Navarin dəniz döyüşü baş verdi 1827-də, bu da səhvdir demək. Yelizavetpol quberniyası yarandı 1868-də. Yaponiyada Syoku rejimi iflas etdi, bəli, 1868-ci il bilirsiniz, Yaponiyada Mütsuqili tərəfindən
Siaqon rejimi ləğv edildi və onun bütün səlahiyyətləri məhz məhdudlaşdırıldı və 1868-ci ildə Yaponiyada burjua inqilabı baş verdi. 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycanda əsası qoyulmuşdu. Mərkəzləşmiş telefon stansiyası 1886-dadır. Düzdür, 19-cu əsrin ikinci yarısıdır. Rus Azərbaycan məktəbi 1887, bəli, bu da 19-cu əsrin ikinci yarısıdır ilə 1-2 doğru cavabımız olacaq. Difai Partiyasına aid fikirlərdən biri yanlışdır. Partiyanın mərkəzi komitəsi Bakıda yerləşdi, düzdür. Difai Partiyası bilirsiniz ki, 1906-da məhz yaranıb. Məhəmməd Əmin Rəsulzadə 1913-cü ildən partiyanın liderinə çevrilib. Xeyr, partiyanın rəhbəri Əhməd bəy Ağayev idi. Rəsulzadə Difainin yox, Müsavat Partiyasının 1913-cü ildən liderinə çevrilmişdi. 22-ci sual. Verilənlərin hamısının aid olduğu ərazini müəyyən edin. Bunu mən ayrıca da paylaşmışdım. Fikir vermişsiniz həmin suala. Ərazisi müsəlman əyalətləri rəslinə daxil idi. Təriqətçi və bidətçi rus ailələrinin məskunlaşdırıldığı bölgələrdən idi və komendant idarə üsuluna qarşı üsyanlar baş vermişdi. Müsəlman əyalətləri rəslinə daxil olan ərazilər bilirsiniz ki, Lənkəran idi, Şəki idi, Şamaxı idi və Qarabağ idi. Təriqətçi və bidətçi rus ailələri köçürülmüşdü. Yenə Lənkərana, Qarabağa və Şamaxıya, Şirvana. Komendant idarəsinə qarşı üsyan baş vermişdi. Artıq biz baxırıq, burada Lənkəranda baş verib, Qarabağda baş verməyib. Şəkidə üsyan baş versə də Şəkiyə ruslar köçürülməmişdi. Ona görə burada Şəki şərti ödəmədi və təkcə hamısına aid olur Lənkəran. Və doğru cavabımız Y bəndi olacaq. Cənubi Qafqaz Komissarlığı və Cənubi Qafqaz Seymi ilə oxşardır. Osmanlı dövləti ilə sülh danışıqları aparması, bəli, düzdür. Bakı Xalq Komissarları ilə müqavilə imzalanması belə bir şey yoxdur. Bu yanlışdır. Bakı şəhərinin səlahiyyətlərindən bilirsiniz, komissarlıq da, Seym də Bakı şəhəri bunların səlahiyyətindən kənarda qalmışdı. Bu yanlışdır. Bu daha doğrusu düzdür. İkisinə də aiddir. Birinci Dünya müharibəsi illərində yaranıblar, bəli. Komissarlıq və Seym bilirsiniz 17-18-ci illərdə fəaliyyət göstərib. Romanovlar sülaləsi artıq yox idi, tarixə qovuşmuşdu. Bu da yanlışdır. 1912-13-cü illər aqrar qanunları vahid kəndi idarələri yaradıldı. Xeyr, bu yanlışdır. Mazut Konstitusiyası adlandırılan sənəd imzalandı, ilk siyasi partiya yaradıldı. Bu da heç bir aidiyyəti yoxdur. Rusiya müsəlmanların ikinci qurultayı keçirildi. 1906-cı ildə Müsəlman İttifaqının nizamnaməsi qəbul olundu. Bəli, doğrudur. Doğrudur. Evelina gəmisindəki azərbaycanlılar tərk edildi. Bu da Mars soyqırımı üçün bəhanə oldu. 3-4 düzdür. 19-cu əsrin birinci yarısında Şimali Azərbaycana köçürülüblər. Ruslar 1830-cu ildə bilirsiniz, Almanlar 1817-18-ci illərdə. Xırnıcılığı müəyyən edin. Axsıqa türkləri yanlışdır. İsveç təbəələri də yanlışdır. Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluşu haqqında qanun, dövlət kəndlərinə aid biz bir dəfə keçirik, bilirsiniz. 1900-1903 qanun verildi, sonra ondan bağlı əsasnamə imzalandı. Cavad Məlikovun Ağneft zavodu tikdirməsi 1863-dür. Ağneft zavod ittifaqının İnsar Birliyi də 1893-də yarandı. 97-də ləğv olundu. Demək, birinci olacaq 2, sonra 3, sonra 1. 20-ci illər, 30-cu illər. Lənkəran xanlığının ləğv edilməsi 1826, 20-ci illər. Şeyxülislam vəzifəsi 1829, 20-ci illər. Şamaxı quberniyası 1846-da yarandı. Demək, bu ümumiyyətlə səhvdir. Rəhdari vergisi 1836, 30-cu illər. Nadir Şahın Osmanlılarla müqavilə imzalanması. Nadir Şah artıq 1747-də sui-qəsd nəticəsində öldürülmüşdü. Osmanlı ilə müqaviləni 1743-də imzalayıb. Bu da 18-ci əsrə aiddir. Daha sonra situasiya sualı. Situasiya sualında söhbət Quba üsyanından gedir. 1837-ci ildə bilirsiniz, Qubada Çar Rusiyasına qarşı üsyan baş verdi və mənbədə bəhs olunan üsyanın gedişində üsyansların yaratdığı təşkilat bilirsiniz ki,
hərbi şura yaradılmışdı Quba üsyanında. 1837-ci il Quba üsyanı, 1908-ci il Səttarxanın rəhbərlik etdiyi Məşrutiyyə Hərəkatı, Təbriz üsyanı zamanı və bir də AXC-yə qarşı Gəncə üsyanında hərbi şura yaradılmışdı. Onların oxşar cəhətidir. Bəhs olunan üsyanın başlanması üçün bəhanə nə oldu? Bilirsiniz ki, Qubadan, həmin dövrdə Qubadan məhz Varşavadakı müsəlman alayına Quba əhalisinin hesabına atlı dəstəsi toplanmalı idi. Və bu üsyan üçün məhz nə olmuşdu? Bəhanə olmuşdu. Mənbədə bəhs edilən göstərilməyən üsyanın iki nəticəsi Quba üsyanı yatırıldı. Üsyanın başçısı Hacı Məhəmməd bilirsiniz, Bakı Səhra Məhkəməsinin qərarı ilə məhz edam olundu. Həmçinin bir çox üsyançını sürgün etdilər və Quba üsyanı yatırılsa da ümumiyyətlə həmin dövrdə baş verən üsyanlar 30-cu illərdəki bilirsiniz 1830-da Carbalakan, 31 Lənkəran, 37 Quba və 38-ci il Şəki üsyanları hər biri məğlub oldu. Amma bu üsyanlar məğlub olsa da Çar Rusiyası Cənubi Qafqaz üzrə öz idarə etmə sistemini dəyişməyə məcbur oldu. Bilirsiniz ki, komendant Bəroslu idi həmin dövrdə və həmin hərbi idarə etmə formasını dəyişdi və 1840-cı ildə yeni idarə etmə sistemi, yeni inzibati bölgü vahidləri yaradıldı. Əziz şagirdlər, sizin üçün 4-cü sınavda olan testləri izah etməyə çalışdım. Hansı bir qaranlıq qalan məqam varsa və yaxud da digər fikirlərinizi rəylərdə yaza bilərsiniz. Hər birinizə imtahanda uğurlar arzulayıram. Sağ olun, sağlıqla qalın.